Ölkədə ət və süd məhsullarının bahalaşması fonunda az xərc tələb edən və gəlirli heyvandarlıq sahəsi olan camışçılığın əhəmiyyəti artır. Sevindirici haldır ki, ənənəvi camışçılıq rayonlarından olan Cəlilabadda hələ də bu sahə ilə məşğul olan və inkişaf etdirən fermerlər var. Qara mirvari adlandırılan camışların sayında respublikada ilbəil azalma müşahidə olunur. Lakin tarixən bölgələrimizdə camışçılığa böyük maraq göstərildiyindən bu heyvanlar şəxsi təsərrüfatlarda qorunaraq nəsildən nəsilə ötürülür. Vaxtilə Cəlilabadda 4000 başadək artırılan camış sürüsü indi fərdi fermer təsərrüfatlarında 1500 başdan bir qədər çox saxlanılır. Əsasən Günəşli, Uzuntəpə, Ağdaş, Alar kəndlərində saxlanılan camışların yemi olan tələbatı çox azdır. Ömrünü camışçılığa həsr edən 82 yaşlı Günəşli kənd sakini Mirnağı kişinin təsərrüfatında da bu ənənə övladları tərəfindən davam etdirilir. Elə gözüm açmışam qapımızda heyvan camış görmüşük. Özdə ki, bura bizim yerin aşağısı Saladda, orada qalırlar, yaşayırlar. Yaxşı dolanışığımız var idi. Məhsuldar heyvandır. Ona görə əhəmiyyətdir ki, bunun ətində xəstəlik yoxdur, bir siloz deyilən o yoxdur. Həm də ki, məhsuldardır da. Hal-hazırda 30 baş qardaşımın, 30 baş mənim həyətimdə vardı. Bu camışın artırmamızın səbəbi nədir? Artırmamızın səbəbi, bu camış heç bir xəstəliyə tutulmur. Birinci səbəb. İkinci səbəb, bunun sütündə o qədər yağlılığı var ki, məsələn, tutaq ki, belə deyək, 20 litr inək sütündən 1 kilo yağ çıxırsa, camış sütündən 10 litrindən 1 kilo yağ çıxır. Ondan sonra camışın yemi o qədər ağır məsraflara başa gəlmir. Camışda şəxsən, məsələn, bəlim, yəni bizim bəlim dediyimiz arpa samanları ilə qidalanmağı mümkündür. Fermer Ağadadaş Ağamaliyev deyir ki, az maya dəyəri ilə yüksək məhsuldarlığı olan camışların boğazlıq müddəti 11 ay olur. İnəklərə nisbətən gündə sağmal camışlardan 3-4 litr süd sağılır. Lakin qara maldan fərqli olaraq camış südünün yağlılığı 6-12% olur. Əbəs yeri deyilməyib ki, camışa qamış ver, ət və süd al. Camışlar suyu çox sevirlər. İsti günlərdə, nohurlarda, bataqlıq yerlərdə, gölməçələrdə yatmaq onların inkişafına xüsusi təsir göstərir. Salada deyilən bu camışın oturaq yerində suyumuz boğularsa, kanallar bu kəndə verilən su qaydasında bol şəraitdə verilərsə, camışçılıq daha da inkişaf eləyər. Su olmayanda çox çətinlik, yəni onu gün istisi yandırır, o əziyyət çəkir və heç balasını əmələ gətirə bilmir. Nəinki qala biz ondan xeyir götürək. Süni mayalama yolu ilə alınan hər bir sağlam camış balasına görə 100 manat məbləğində subsidiyanın müəyyən edilməsi bu sahədə yeni canlanmaya səbəb olacağına ümid yaradır. Süni mayalanmadan alınan cinslər o daha məhsuldar camışların törəmələri olacaq. Əvvəlki camışlar yerli cinslər idi, düzdür, biraz məhsuldarlığı az. Bəzi, iqtisadi cəhətdən amma çox səmərəlidir. Bu yaxında demək olar ki, bir 10-15 nəfər fermer də bu barədə bizə müraciət edib və çalışıb həmin toxumları əldə edib mayalanmanı apartdıracaq. Fermerlərin sözlərinə görə yaşadıkları ərazidə camışçılığı inkişaf etdirmək üçün əlverişli şərait olduğundan, dövlətin sahibkarlara göstərdiyi qayğıdan bəhrələnərək camışların cins tərkibini və baş sayını artırmaqla süd emalını həyata keçirməyi planlaşdırırlar. Əyyub Türkay, Samir Qurbanov, Zahid Aydınoğlu, Cəlilabad.